Bismillahirrahmanirrahim. Psixologiya elminə giriş və ümumi məlumatlar dərsinin 5-ci dərsindəyik. Biz insan psixologiyasından danışanda uşaqlıqdan başlayırıq danışmağa. Birbaşa yetkinlik çağı yaxud tam e, vaxtından danışa bilmərik insanın. Ona görə uşaqlıqdan olan bəzi məsələlərə işarə eləməliyik ki, yavaş-yavaş gələk bir geniş bir anlayış yaransın. Bir insanın psixologiyasının, ruhunun sağlam olmasının təməli uşaqlıqda qoyulur. Ümumiyyətlə, üzr istəyirəm. Döllənmə zamanı ana bətnindən qoyulur. Bundan biraz geriyə getsək, ata və anadan qoyulur. Biraz da geriyə getsək, onların valideynlərindən qoyulur. Biraz da geriyə getsək, tam bir nəsildən, biraz da geriyə getsək, bir millətdən, bir coğrafiyadan. Biraz da geriyə getsək, lap əvvələ getmiş olacaq. Çünki diqqət eləyək ki, bəzi şeylər ümumiyyətlə irsi olaraq bizə gəlib çata bilir. Genetik olaraq da gəlib bizə çata bilir. Fərqli amillər var. Bu irsiyyətlə genetikanın fərqliliyi var. Onları sonra danışacağım. Söhbətim nədir? Söhbətim buradadır. Məsələn, bir millət 100 illiklər boyunca əgər bir millətdə qadın əzilibsə, ümumiyyətlə qadın genetik olaraq əzilməni qəbul eləmiş bir o millətin içərisində qadınlar qəbul eləmiş bir vəziyyətə çevrilirlər. Yaxud kişi əgər bir əzilməni qəbul eləyibsə, zəbs olunmur. Zəbs olunur. Orada əzilməni qəbul eləmiş bir millətə çevrilirlər. Yəni, bəzi xüsusiyyətlər genetik olaraq təməl bayanı təşkil eləyərək gəlir. Bəzi millətlər cəsarətlidirlərsə, genetik olaraq bir coğrafiyada o millətlər cəsarətli olurlar. Məsələn, Azərbaycan milləti cəsarətli və döyüşkən millətdir və vətənini, xalqını sevən və qoruyan bir millətdir və namuslu bir millətdir. Bəzi millətlər təcavüzkar millətlər olurlar. Düzdür deyəcəksiniz, bu elə deyil, yox. Coğrafiyada qərarlaşıblarsa, o coğrafiyada bəzi genetik xüsusiyyətlər gələ bilir. Qonşusunun torpağında gözü ola bilir, qonşusunun yeməyində gözü ola bilir, qonşusuna təcavüz eləyə bilir hüdudlarına. Bəzi məsələlərdə belə gəlirlər ki, bunu danışarıq. Avtomatik olaraq bu yatkınlıq yaranır. Amma bu %100 bir şey deyil. Bunu düzəltmək olur. Gələk uşaqlığa. Uşaqlıq məsələlərində bizim psixoloji cəhətdən bizə təsir qoyan amillərdən və mənfi təsir qoyan amillərdən biri ölümdür. Ailədə birinin ölümü ailədə çox bir ağır prosesdir. Uşaqların yaşlarına görə bu prosesə verilən reaksiya fərqlidir. İlk uşaqlıq dönəmlərində atanın, ananın ölümü üzr istəyirəm. Elə gəlir tez-tez mesajlar, fikrim qaçır. Atanın ya ananın ölümü əksər hallarda uşaqlarda ruhi sarsıntılara səbəb olur. Uşağın sonradan olan həyatı, ölümü qəbul eləməsi və dünyasını dəyişən valideynin boşluğu kimin tərəfindən doldurulacaq? Necə doldurulacaq? Bu çox əhəmiyyətli məsələlərdən. 7 yaşdan aşağı uşaqlarda ata və ananın yerinə kim keçəcək? Bu uşaq onu bir ata-ana kimi qəbul edəcək ya yox? Bunlar önəmli məsələlərdir. Düzdür, çox vaxt qəbul edir. Daha rahat olur 7 yaşına qədər. Amma 7-10 yaşlarında ata-ananın vəfatının
e, qəbul edilməsi uşaqlar üçün çətindir. Uşaqlarda emosional olaraq ağırlaşan hallar, emosional olaraq zədə görmələr, emosional olaraq qəbul etmələr ağırdır. Uşağın həyatında önəmli yer tutan birini itirməsi uşaqda duyğusal, emosional şok yaradır. Amma 13 yaş, yəni ən ağırı 7-10 yaşlarıdır. 10 yaş sonrasında isə verilən əksül əməllər əksər hallarda, istisnalar da ola bilər. Əksər hallarda yetkin insanların verdiyi əksül əməllərə yaxın olur. Demirəm, eyni olur, yox, bənzər olur, yaxın olur. Buna görə də bəzi məsələlərə vaxtında yetkinlər diqqət yetirməlidir. Əgər uşağın yaşı az deyilsə, onun yaşına uyğun şəkildə bir dillə izah edilməlidir. Həqiqət gizlədilməməlidir. Burada uşağın fərdi xüsusiyyətləri də rol oynayır. Uşaq vəfat xəbərini o biri valideynindən yaxud ona ən yaxın şəxslərdən eşitməlidir. Gözlənilməz vəfatlarda, ölümlərdə balaca uşaqların buna uyğunlaşdırılması çətin olur. Amma gözlənilən vəfatlarda ki, bu bir nəfər xəstədir, bu xəstə dünyasını dəyişəcək. Yavaş-yavaş, mərhələ-mərhələ uşağın bunu qavraması, yaxud ona bu qavramanı vermək biraz daha asan olur. Amma birdən xəstələnib dünyadan gedəndə, ilk növbədə birdən-birə uşağa deməzlər vəfat edib, yaxud hansısa bir Allah eləməsin, yol nəqliyyat hadisəsində vəfat edəndə və s. hadisələrdə. Uşağa onun ağır xəstə olduğunu deyərlər, xəstəxanada yatdığını deyərlər. Doktorların bunu sağaltması üçün çalışdığını deyərlər. Biraz zaman qazandırarlar, biraz zaman keçər. Ümumiyyətlə, məktəb yaşına çatmamış uşaqların cənazə işlərindən, dəfn işlərindən uzaq durulması lazımdır. Bizdə bunu fikir vermirlər, bizdə buna diqqət eləmirlər. Amma bu, həqiqətən də uşaqlarda təsir qoyur. Bir, uşaq psixoloqundan kömək almaq lazımdır. Və bunu da unutmaq lazım deyil ki, uşaq yetişkin insanlar kimi reaksiya göstərə bilməz vəfata. Bəzi uşaqlar var, heç fikrində deyil. Uşaqlarla oynayır, qaçır, başı qarışdı. Unutdu, oynayır, qaçır, tullanır, düşür, gülür. Mən görmüşəm bəzi yerlərdə, hətta qışqırıblar, uşaq danlayıblar, uşaq hətta döyüblər, təhqir eləyiblər, alçaldıblar, günahlandırıblar ki, sənin məsələn atan dünyadan gedib, sən niyə oynayırsan, sən utanmırsan belə filan. Sən bir uşaqdır, yəni 6-7 yaşında uşaqdır. Bunun üzərinə gediblər, 5-6 yaşında uşaqdır, 7-8 yaşında uşaqdır, üzərinə gediblər. Uşaqdır. Onun reaksiyaları üzgün görünməyə də bilər, narahat olmaya da bilər, bir reaksiya verməyə də bilər. Günahkar hiss etdirilməməlidir. Əksinə, buraxın qoy uşaq rahat olsun. Nə yaxşı, nə gözəl belə olması. Bəzən uşaqlar təsir gördükləri zaman valideynlərinin vəfatından altını istada bilirlər, dırnaq yeyə bilirlər, hətta yerinə batıra bilirlər. Yeməkdən uzaq qaça bilirlər, iştahasızlıq ola bilir, qəzəb ola bilir, yersiz əsəbləşmələr ola bilir, qorxulu yuxular görə bilirlər, bəzən yata bilmirlər, bəzən tərslikləri olur, bəzən içə qapanmaları olur, özünə qapanmaları olur və bunlarda
biz özümüz müdaxilə eləməməliyik, psixoloqa göstərməliyik. Adi psixoloq yox, uşaq psixoloquna. Mən ki, uşaq psixoloqu deyiləm. Uşaq psixoloquna göstərmək lazımdır ki, onlar ə, uşaqla məşğul olsunlar. Neysə, sözümüz nədir? Bunlar əlavə bilgilər idi. Sözümüz budur ki, biz ruh sağlığımıza uşaqlıqdan itirdiyimiz şəxslərlə də təsirlənə bilirik. Bəzən uşağın bağı belə varlıqlara olur ki, məsələn, xoruzun çox sevir, toyuğun çox sevir, həyatdakı inəyin çox sevir, həyatdakı keçisin, qoyunun çox sevir və bunu uşağın gözünün qabağında kəsirlər. Yaxud onun ətindən yemək pişirib uşağa verirlər, düşünmürlər. Uşaq udur onu, qəbullanır, amma zoraki qəbullanmaqdır. Bu, üzr istəyirəm ifadəmə görə, bu emosional duyğuların zorlanmasıdır, təcavüzdür. Bu belə olmamalıdır. Doğru deyil. Uşağı oradan uzaq tutmaq lazımdır. Və başqa dillə uşağa izah olunmalıdır. Psixoloq tərəfindən, yəni normal insanlar tərəfindən ki, bunun yolunu yola bilirlər. Yaxud ümumiyyətlə bilindirməmək lazımdır uşağa. Uşağı onu satmışıq da deyə bilərik. Onu əlbəttə satmaq özü də travmadır, amma bu qədər deyil. Onu başqa yolla həll eləmək olur. Və s. Yaxud uşağı onu başqa yerə göndərmişik də deyə bilərik. Başqa ona dostlarının yanına, öz ailəsinin yanına göndərmişik. Uşaqdır çünki bilmir, 7 yaşına qədər dərk edə bilmir. Boşanma. İkinci məsələ ki, bizə təsir qoyur sağlam psixologiyamızda, uşaqlıqda boşanmadır. Boşanma məsələsi özünə daxil olmaq istəmirəm, nə deməkdir? Amma boşanma məsələsində uşaqlarda depressiya yaradan amillərdən biridir boşanma məsələsi. Mən dərsə qoşula bilmirəm. Dərsin sonudur da artıq bir şey deyə bilmərəm. Depressiya yaradan amillərdən biridir. Günahkarlıq hissi yaradan amillərdən biridir uşaqlarda. Çünki ata-anasının ikisini də sevir, ikisini də bir yerdə olmasını istəyir, birinin olmamasından yarım qaldığını düşünür, rədd olunduğunu düşünür, inkar edildiyini düşünür, istənilmədiyini düşünür və hər zaman tərk olunacaq qorxusu yaranır. Buna görə də uşaq boşanmanı daha axır yaşayır. Özünün dəyərsiz olduğunu, bacarıqsız olduğunu, mən bir şey eləyə bilmədim, mən bunlar arasında bir sevgi yarada bilmədim, mən barışdıra bilmədim deyə acizlik, yetərsizlik duyğusu gəlir və bütün bunlarda yuxu pozğunluqları, hüzursuzluqlar, ağlamalar, hücum və qəzəblər, oyun oynamadan uzaqlaşmaq kimi və bayaqca dediyimiz digər problemlər kimi, ölüm məsələsində olan problemlər kimi problemlər ortaya çıxır. Əlbəttə, ata-ananın evlilikdə öz evliliklərində bacarıqsız olmaları, bir-biri ilə yola gedə bilmələri, yola gedə bilməmələri, onların yaxşı ata-ana ola bilməmələri mənasına deyil. Ola bilər, ər-arvad yola gedə bilmirlər, ayrılırlar, boşanırlar, bir-birlərinə yola gedə bilmirlər. Amma yaxşı ata-ana ola bilərlər. Boşandıqdan sonra belə yaxşı ata-ana ola bilərlər. Yəni, boşandıqdan sonra yaxından uşaqla maraqlanmalıdırlar, ilgilənməlidirlər, vaxt keçirməlidirlər. Yəni, bu gözəl bir şeydir ki, uşağın həm özünə olan güvəni, etibarının itirilməsinin bərpasında və həm də valideynlərinə olan güvənin itirilməsinin bərpasında öz təsirini qoymuş olsun. Biz ümumiyyətlə egolarımızı ayağımızın altına almalıyıq. Allah eləməmiş boşandığımız zaman uşaqları
O məhəbbətdən, sevgidən məhrum eləməməli. Ümumiyyətlə, uşaqlar dəxalət verməməliyik boşanma prosesimizə. Atanı pisləmək, yoxsa ananı pisləmək olmamalıdır. Biz sadəcə olaraq yola gedə bilmədiyimizi, artıq bir-birimizlə bir yerdə yaşaya bilmədiyimizi yüngül formada izah eləyib, uşağı sevdiyimizi ona başa salmalıyıq. Boşanmanın nə olduğunu qarşı tərəfi pisləmədən, günahlandırmadan, aydın və anlaşılır bir dildə anlatmalıyıq. Uşağı həyat yoldaşımızla olan davanın kənarında tutmalıyıq. Barışmaq üçün uşağı bir vasitə olaraq istifadə eləməməliyik. Uşağın boşanmada bir günahının olmadığını başa düşməliyik, başa salmalıyıq və uşağa ata-ana olaraq sevgimizin davam edəcəyini deməliyik. Birinin tərəfini tutmaqda məcbur eləməməliyik. O birisini incitmək üçün uşağı əziyyət eləməməliyik. Var belə valideynlər. Və uşaq